Hamını xoş gördüm. Ümid edirəm ki, yaxşısınız. Deyirlər, niyə son zamanlar sıx-sıx post paylaşmırsınız? Çünki mənim həvəsim, motivasiyam yoxdur. Niyə? Əslində mənim heç bir şəxsi problemim yoxdur. Amma mənə problemi yaradırlar. Problemi kim yaradır? Yaşadığım ölkə qanunları, bəzən dövlət məmurları, bəzi onların icraçıları. Necə? 2013-cü ildə mən bir maşın alıram və o vaxtdan mən tövbəliyəm ki, mən bir də bu ölkədə heç bir zaman nə kreditə, nə ipotekaya heç nə götürməyəcəm. Pulum var, nəğdə alıram. Pulum yoxdur, toplayıram, alıram və banklar da zəng eləyəndə acılayıram birbaşa. Mən maşın alıram və 2 aydan sonra müəyyən səbəbdən satmalı oluram. Beynəlxalq bankda kreditdə olan maşını bir xanıma satıram və Beynəlxalq bankın əməkdaşı məni aldadır. Ümumiyyətlə sən demə başqa bir sənədlərə imza attırır və mənim adımdan heç çıxmır maşın. 7-8 ildən sonra mən o vaxt Suraxanı rayon qeydiyyatındaydım. Mənə məktub gəlir, dalıcı da zənglər gəlir. Biz gəlirik sizin evinizə, evinizdəki əşyaları müsadirə etməyə. Niyə? Bəs maşın kreditdə siz onu ödəməmisiniz, 13.000 manat borcunuz var. Maşın isə sən demə artıq 5-ci adama satılıb. Mən ümumiyyətlə heç nədən xəbərim yox ki, 5 nəfərə satılıb. Uzun sözün qısası, 5-ci adam Binəqədi rayon sakini Asif adında Gürcüstanlı bir vətəndaş olur. Mən Binəqədi rayonuna polis idarəsinə müraciət edirəm və məlum olur ki, ümumiyyətlə bu Asif afyorun biridir və belə işlərlə məşğuldur. Yazıram şəhər qaisinə, müraciət edirəm, maşın tapılsın. Heç bir şəkildə maşını tapa bilmirlər və mən ətrafımdakı bütün tanışlara, bilişlərə xəbər göndərirəm. Hər zaman demişəm, bugün də deyirəm, bizim ölkədə tapışdı, tanışdıqdır, rüşvətdir, qanundan güclü işləyir və bugün də davam edir. Həmənki dövrdə tapılır maşın, cərimə meydançasına qoyulur. Xəbər edirəm Suraxanı rayon icraçısına, bank əməkdaşına. Deyirlər sənlik deyil, biz xəraca çıxardırıq və bağlayırıq. Sonra məlum olur ki, bu Asif, maşın da Passat Sisi ağ rəngdə, nömrəsi 90 SN 333. Gəlir sənədli şəkildə maşını cərimə meydançasından götürür. Növbəti dəfə bir də əlindən alınır, yenə də gəlir götürür və sonra mənə məlum olur araşdıranda ki, bu Asif həm bank əməkdaşı ilə, həm də icraçı ilə əlbir olub bir ayı bir şiir ilə və bu şəkildə maşını götürə bilirmiş. Uzun müddət xəbər olmur. İl 2023. Məsələ keçir Xətai rayon məhkəməsinin icraçısına. İcraçılar da tez-tez dəyişdiyinə görə hər yeni gələn icraçı hər dəfə məni narahat edir. Hər dəfə dediyimdə, məsələn, 2013-də almışamsa 8 il sonra mənə axtarıb bildiriblər. Mən bu Asifi tapmışam, deyiblər sizlik deyil falan və uzun müddət xəbər olmayıb. 2023-də məsələ qloballaşır çox ciddi bir şəkildə və deyilir ki, çıxış yolu yoxdur, borc olub 19.000 manat, Samirə xanım ödəməlisiniz. Çünki artıq stopda qoyulur. Yəni, əgər kredit götürmək istəsən, ölkəni tərk etmək istəsən, mümkün deyil. Mən məcburən 19.000 manatı ödəyirəm. 2023-cü ildə Beynəlxalq Bank problemli şöbə mənə bir arayışlar verir. Gedirəm Respublikanski qayiyə, Suraxanı rayon məhkəməsinə, Xətai rayon məhkəməsinə bu arayışları təqdim edirəm. İl 2026. Hazırda idarə elədiyim avtomobilə həbs qoyulub. Gedirəm bugün Xətai rayon icraçısının yanına. Sağ olsun, xoş qarşılayır. Mənə hamı deyir, həyasızlıq eləmək lazımdır, bu ölkədə ancaq belə keçir, üstünə benzin töküb yandırmalısan, deyirlər ki, işin olmasın, söhbəti bağla. Mənim də təbiətim o deyil.
Bəlkə də ola bilər. Baxır kimlə, harda və necə. Uzun sözün qısası mənə çıxardırlar müddəalar, qanun. Bəli, siz bağlamısınız borcu bankdan, amma Samirə xanım, bilirsiniz məsələ necədir? Ödənilən məbləğin 10% ödənilməlidir. Əgər sizin şikayətiniz varsa, buyurun məhkəməyə müraciət edə bilərsiniz, vəkil tutun, sonra apellyasiya məhkəməsinə gedəcək. 10% olsun, indi 1321 manat. Başqası olsa nə fikirləşir? 19.000-i bağlayan, gəl 1321 manatın söhbətini eləməyəcək də. Vəkil tut, məhkəməyə ver, apellyasiyaya ver, pulun gedir, zamanın gedir, əsəbin gedir, çıxardıb deyəcək ala da. Yəni əsas odur söhbət bağlansın, bir də mənim vaxtım getməsin. Tamam, bəs bu qanunları, bu müddəalar hardan çıxır? Şikayətiniz varsa buyurun, Ədliyyə Naziri Fərid Əhmədov müraciət edin. Yaxşı. Bütün hər şeyi başa düşdüm, amma mənim bir sualım var. Xahiş edirəm o sualıma deyirəm ki, cavab verin. 13 il ərzində siz nəyin icraatını aparırsınız? Maşın. Maşın hardadır? Siz mənə maşın tapmışsınız, nömrə ilə bərabər təhvil vermişsiniz, yoxsa xəraca çıxartmışsınız, mənim xəbərim yoxdur. Çıxardın, tapın, 1321 yox, lap 2321 manat mən sizə verim, problem deyil. Mən sizi çox gözəl başa düşürəm, amma qanun budur, bir də ki, bilirsiniz də, dövlət büdcəsinə pul getməlidir. Mən çox gözəl başa düşürəm, dövlət büdcəsinə pul getməlidir. Mənim hansı problemimi siz həll etmişsiniz ki, mən də oradan həll olunmuş problemlə sizin faizinizi ödəyim, getsin. Sürücülərə süni cərimələr yazılır. Rəfiqəm evdə oturur, maşını da yanında. Rayon yolunda hansısa bir maşının nömrəsinin üstündə rəfiqəmin nömrəsidir. 300 manat cərimə. Tapışla ora-bura zəng edir, deyir, tanışındır, tanışın deyilsə qoy ödəsin. Dövlət büdcəsinə pul getməlidir. Tələbələrin stipendiyaları kəsilir, dövlət büdcəsinə pul getməlidir. Yaxın çox savadlı, dərin bilikli bir həkim rəfiqəm gömrük xəstəxanasından az qala işdən çıxarırdılar ki, gələn adamlara əməliyyat etməlisən. Deyir, nəyinə əməliyyat edeyim? 30 manatlıq müalicəsi var. Dövlət büdcəsinə pul getməlidir. İnsanlar işləyirlər, illərlə əziyyət çəkirlər və az qalmış təqaüd vaxtına işdən çıxarılır ki, təqaüd çox verilməsin. Büdcəyə pul getməlidir. Və saymaqla bitməyən məsələlər var ki, dövlət büdcəsinə pul getməlidir. Mən çox gözəl başa düşürəm, büdcədə pul olmalıdır ki, digər ölkələr sırasında olasan, güclü olmalısan, səni bir xalq kimi, bizi bir xalq kimi qəbul etməlidirlər. Buna görə dövlətin büdcəsi olmalıdır. Məsələn, baxıram Amerikada cənab Trump bir iclas eləyir. Elon Musk 7 milyard dövlət büdcəsinə pul köçürür. Jeff Bezos 3 milyard pul köçürdür. Mark Zuckerberg 6 milyard dövlət büdcəsinə pul keçirir. İnsanların ağlı var, ağılları da silahdır. Və o ağıl sayəsində milyardlar gəlir dövlətin büdcəsinə. Bizim ölkənin insanları oxumur axı, yəni hamı qaçıb diplom almaq istəyir, amma ki, ağıl yoxdur. Və eyni zamanda deyirsən, ay belə otur bir kitab oxu, kitab nədir ki? Çünki illərlə mən müşahidə edəndə görmüşəm ki, böyük müharibələrdən sonra yeni təhsil strukturu qurulub. 41-45 Almaniyada, Yaponiyada və yəni də saymaqla bitməyən ölkələrdə o böyük müharibə, uğursuzluqdan sonra təhsil strukturu dəyişir kökdən. Elə bir ağıllar yetişdirilir ki, o ağıllar zamanı gəlir 20 ilə büdcəyə milyardlar gətirir. Bizdə bu yoxdur. Olmadığına görə vəziyyətimiz budur.